olunmuş bir formadır. Yəni bu beynəlxalq aləmdə də belədir. Beynəlxalq aləmdə, yəni bu orada özü ilə apardığı qızıl əşyaları göstərir. Bunlar başqa bir əlavə yoxlamadan keçmirlər. Hamımızın qızıl saatları var, özü də çox zəngin. Cənab prezident. Deyəm, siz başqa aeroportlardan gələndə onları yoxlayırlar ki, sənin bu qızıl saatın var, yoxsa yox? Xeyr, cənab prezident. Bəs İzmirdə, burada niyə yoxdur? Bizdə də yoxlamırlar. Sadəcə deklarasiya yazılır. Sən deklarasiya yazırsan ki, qızıl saatın var. Fransaya gedəndə, Amerikaya gedəndə, yaxud da ki, Almaniya gedəndə. Deklarasiya tələb olan ölkələrdə yazırıq bəli. Tələb olunur orada deklarasiya. Bu bilirsiniz cənab prezident, keçmiş o vaxtdan qalmış bir standart. Keçmiş vaxtdan sən niyə bəs indi biz yeni vaxtda baxdıq? Bəli, biz bunu ləğv eləməliyik. Yenə də deyirəm də, sən qolunda görüm saatın. Nədir, qızıldır da? Hə? Xeyr. Hə, biz deyirəmsən, gəlmişsən bura, bilmirsən ki, soruşacaq. Buradakilərin 90%'in saatı qızıldır.